Salamlayıram hamını inşallah. Qonaqlarımız, ağsaqqallarımız xoş gəlir. Arkada da dostlarımız var. İnşallah yarış iştirakçılarını da hamıya uğurlar arzu edir. Ağsaqqalımız Elman əmiyə. Sizi də uğurlar. İnşallah bu yay yaxşı saatlər yığasınız. 80-dan yuxarı, yəni aşağı olmasınlar. İnşallah hər ikisinə uğurlar. Güclü saatlər inşallah. İnşallah. Ben Rövşən de Dağ. salamlayıram bütün kuşbazları. Herkese getdiyi yolda uğurlar arzu edirəm inşallah. Orxan qardaşımıza da büyük səbəbkardır. 70'in üstü, 80'ın üstü. Bunlar 80 idi, mən biraz aşağı edirəm. 70'in İnşallah. üstünü arzu edirəm inşallah. İnşallah. Hamı ne saxlayır, ondan baxsın, zövq alsın inşallah. Amin. Oyla da belə bütün dostu, tanışı, qardaşı. Bir dostun eğer şeyini istəmirsə, o dost deyil. Allah bizi onlardan eləməsin. Amin inşallah. Allah mehriban eləsin. Əxidi nə verəsiniz? Ben salamlayıram, salam aleykum deyirəm bütün qardaşlara. Göyərçinlərə hevesləri olanları, göyərçin saxlayanları, hevesi olanları hamını salamlayıram. İnşallah ki, Orxan qardaşı uğurlar arzulayıram. Qarşılıqlıdır inşallah. İnşallah. Sağ olarım. İnşallah ki, kim ki doğru, dürüst, düzgün hazırlaşır, Allah ona heç vaxt əziyyətini yerdir. Amin. İnşallah ki, belə fikirləşirəm ki, az saat fərqi ilə inşallah. Orxan mənim yəni, yaxınımdır. Biz bir-birimizi udmaq üçün çalışırıq bu yarışda. Əsas o da mehribancılığımız olsun. Üstad bunlar hamısı vasitədir, boş şeylər. Yaxşısı olmaq yaxşı şeydir. Yəni, o da Allah hər adamı nəsib eləmir. İnşallah ki, qardaşa uğurlar arzulayıram, ondan başqa nə eləyirəm. Uşağı da maşallah cüzdü göstərdi keçən ildə. Tamaşa elədik. Məndə də var heyvanlar. Gülürsünüz ya. Dediyim, uğurlar arzulayıram. Gözəl uçuşlar inşallah bu illə qəşəng istirahət edəyək. İnşallah. Yarışda olan bütün qardaşlara da uğurlar arzulayıram. Yarışdan kənar, bizim yarışda olub, digər yarışlarda uçuşlardan hamısına uğurlar Dəstək arzulayıram. olanların hər Amin inşallah. Sevgi elədi. Balkonumuz burada. Yəni oradan elə özümü tanıyıb belə həyəti bilənlər burada kuşxana olur. Yəni o vaxtdan sevgi yaranıb da. Yo, nəsildə heç kim saxlamayıb, dayım saxlayıb, ya mən onu görməmişim. İndi gəlir arada bir balet eləyir, nə bilim, xambaz olur. Hə, amma belə balkondan elə həyat bazaya düşəndən uşaq idim də. Burada həyətdə kuşxana olub, rəhmətli tərlan var idi. Yəni ondan başlamışıq, saxlamışıq. Sonra hə, bəli. Sonra nə bilim, əskərlik, iş, güc o yan bu yan. Şərait olmuyor, mənim işləmişik, eləmişik. Belə saxladığım hardasa bura gətirdiyim uzaqbaşı 5 il olar da quşları. 1 ildə akordda damda saxlamışam. Orada yəni başladım saxlamağa. 5 ildir də saxladım. Dayanmadan 5 il aramsız saxladım. Hə, bu axırıncı partiya başladığım hə budur. Belə deyək, hal-hazırda əlində olan materiallardan sonra o 5 ildə dayananlar var mı? Yoxsa elə dəyişmirsən, evdə elə yaxşısan var? Yo, hələ oradan gələn quşlardır da. Belə də indi var, tutulmalar var, dostanış verib. Yəni sortirovka eləyirik də, xoşumuza gələni saxlayıb. Mən tutulma saxlayıram yəni. Yaxşı tutulma olanda saxlayıram. Mənim üçün ki, hələ kötüyləm də tutulmadır. Hal-hazırda məsələn, işləyirsən, necə quşlar, balansan ki, görəsən sənin üçün yaxşı nəticə verir. Cüt deyələ belə cütlər. 2 cüt, 3 cüt var belə. Bu tam ürəyimcə olmasa da hələ ki o qarın tutmaq deyirlər, idealın idealı. İndi hələ ki bu il yəni xoşum gəlir. 2 cüt, 3 cüt var ki, hə bu il xoşum gəlir. Nəyə görə məsələn, sən xoş gəlir? Bu il uca bilirəm ki, məsələn 50 dənə bala almışam, 45 dənəsi burdadır. 3 dənə, 5 dənə o da ki hava aparıb. Amma keçən il o da öldü də, aldandım sənin quşu var, nə bilim yıraq olsun, Rövşən quşuna. Ya ürəyi təmizlikdən getdilər. Əziyyətim getdi hədə.
Yəni bu il Allahın izni ilə yəni görürəm ki, bala qalxır, gedir, gəlir. İstədiyim qənət vuruşdu, dumana girməkdir, xəzridir, gilavarıdır. Surduruq baxırıq ki, yəni bu il inşallah ürəyimi açır. Bakı havalarına dözür. Hə, dözür bu il. Yarışa ne zaman duruyor? Kaydı götürüldü sizin de. Kıştan hazırlaşsan. Həm elə yatıb yuxuda da hazırlaşıram, belə deyim də, nə deyim, tabından artıq nə deyim. Yuxuda da elə yarış hazırlığıdır, uçuşların nəticəsidir. İnşallah Allah bizi istədiyimiz, çəkdiyimiz əziyyətin bəhrəsini görməyə nəsib eləyər. Amin inşallah. Bəli. Qismət də indi çalışacaq cavanlardan da qoşaq, amma keçən ilki quşlarım da buradadır. Nağdı materialım var. İndi çəkiliş eləyəcək görəsən də 3 dənə quşxanada hamısını şahpər quyruq eləmişəm. Qismət olsa bir 100-120 dənə yəni quş var. Məqsədim inşallah gözəl nəticə göstərmək. Yəni baxaq, yəni burada kim olacaqsa hamı həzz alsın da. Mənim gözəl nəticə odur ki, məqsədim odur ki, dostanış kim gələcəksə səhər, hava qaralana kimi burada olsun da məndən. Məqsədim odur. Şunda hansı xüsusiyyətlər, hansı məsələn önəm verir, gözəlliklər önəm verir. Şundan olacaq. Birinci növbədə gözü, ikinci növbədə də istəyərik ki, hələ qalxanda da oynaqla qalxsın, gələndə də o istədiyimiz bir yüngül aşırtmanı da aşırtsın da, yerindən çıxsın, gəlsin də yəni. Yəni Bakı quşuna olan şeyləri Yəni onun üstündə çalışırıq. Bakı quşun uçuşu istəyirlər. Ya rəngin üstündə hələ işləmirəm, yəni ona hazır deyiləm. Yox. Yox, mənim üçün bu dəqiqə rəng önəmli deyil. Bu dəqiqə deyəndə elə sonrasına da indi adam var boynugüllə həvəsindədir, adam var çəp həvəsindədir, adam var pörk həvəsindədir. Mən tüt həvəsindəyim. Yəni olsa da boynugüllü mənim marağım tütdür də. İdeal quş. Özündə olmasa da belə yaxın gözəl profildə qarşılarında və öz beynində fikirlər. İdeal quş odur ki, altından çıxan bala da, ondan çıxan balası da elə özü kimi ideal olsun. Yəni gözü yerində olsun, dərində uçmağı yerində olsun, isti havada uçmağı yerində olsun. Nə deyim, balaları da özü kimi olsa ideal quş odur. Mənim fikrimcə indi nə bilim. Saadın nə bilim, Saadın ağsaqqalçısın da Elmanam. ideal quş. 5-6'nın üstü olsun da, pastayan da 5-6'nın atqassız olsun. 5 saatı atqassız olsun. Da deməyək yuxarıdan, yəni 5 saatın 6 saatın. 9'un arası. İndi onun yuxarısı da ki nə düşər, odur da. Uçmağı, oynamağı. Quşlarda yaxşı quşdan bax, yəni belə də çox Çətindir. Nədən irəli gəlir? Nədən irəli gəlir qarışıb da, sən bilmirsən gör. O biri de sual verir. Qarışıb da quşların çoxusu qarışıb. Nəyə qarşı? Yəni nəmin dekorativlə. İndi baxırsan bu boyda ayağında olan quşlar var. Demirəm, indi olmuyor bu vaxtı. Yəni az olub da, bir o qədər bu hündürlükdə, bu quyruqda. Yəni quş mən görməmişəm də şəxsən. Qatqı çox. Qatqı çoxdur. Məsəl üçün belə deyək də, boynugüllü ilə ağı vurursan, baxırsan nəmin göz xallı çıxır, qarabaş çıxır, ya nə bilim, nəsə çıxır da. Boynlarına da almırlar, bağışda üzr istəyirəm. Bəzi ağsaqqallar deyirsən ki, yəni quşu qatmırsan, boynuna da almırlar. Baxırsan ki, quş indüşka boyladır. Ərazi meydan qaçır da. Boynunu almır, deyir babamdan qalır, nenəmdən. Amma bax, görürsən, gətirirsən, bala alırsan, balasını sürdürsən, görürsən, getdi, yuxarı gəldi. Həyətə pasat qəliyən vaxt baş aldı, getdi. Beyin yoxdur ya, başı yox. Sən sözə qoyaq, o sualı mən məqsədli olaraq etdim. Mən fikirdə, yüzdə hamı quşlara istəyirlər, quşlara çox alırdı. Quşlara istəyirlər, başqa quşlar tutaqlar, başqa düşüb, hamı xoşuna gələndə sən dediyin kimi, uzun quşlar, bir xoşuna gəldi. Avtomatik quşlarla dibə quşlar düşəbilir, avtomatik quşların çoğur adam. 100 var, 100 var. Biz necədir? Biz insan tələskəni deyilmir. Tələsir də, yəni.
qaçmışıq sahada, çox şeylər yapman çalışmışıq. Yəni bu mən də içində olmaq şərtinə, mən özümü qırağa qoymuram. Qaçmışıq sahada, çox şeylər yapman çalışmışıq. Sən güclü özündə olmalı, hiçbir günə geyib təslim olmamalı. Güc gedibsə en azından bir həftə, 5 gündən sonra sənə zəng gəlməli. Güclü kirişədən tutulur, ağacdan tutulur, ya nə bilim dalından tutulur. İndi bala yarım saat keçir, görsə kimsə yığır səni ki, tutum düşür. Halallıq ver, ya vermirəm, belə şeylər olur. Ümumiyyətlə mənim fikrimdə, ümumiyyətlə gedən quşun dalıyla getməyə lazımdır. Quşu Ölənləri. quşun keçməyə lazımdır. İstəyirsən əlində yaxşı quş olsun, Zloy quşbazlığı. Quş üçün keçdin, ildən ilə dala gedirsiniz. Ama yarışın ister misin orada yarışın? Akşamı direkt hal-hazırda bunu kadar değil ama yani ister, məqsəddən istəmiş olsam 17 tane, 20 tane, 25 tane olasın, 10 şəhət salasın. İster misin orada yarışın yani? 30'a yaxın var. Yəni keçən ilkilərə çıxmaq şərtilə bir 30 dənə bala hardasa özün göstərir. Sonra baxma necə? Necə yemliysən, necə baxırsan, suları, tahminləri, Yemi valla nə indi bala vaxtı ayrıdır, uçuş rejimi ayrıdır, indi hərədə bir cürdür də. Nə deyim? Deyir, biz də öyrənək də, biz də. Bala vaxtı səhər də yemləyirəm, gün ortada axşam. İndi uçuş vaxtına gündə bir dəfə də. o şeydən deyil, bu tamam. Tamam uçmasan öyrəndin. Yo inşallah indi tavan kuşmaz. Vibrasyonu gemebilirsin, yani bir vibrasyonu gemebilirsin ama gememek Dostumuz var da, Salih axı var. İnşallah ki porta hazırlayıb, salamlayır burada. Allah canı sağ eləsin. Həm həkimlik baxımdan, yəni dəva dərmanı zadı məsləhət eləyirik. Allah razı olsun. Yəni təmənnasız dəstək olur. Bildiyindən. Bir də hələ bir dənə söz deyim. Bağışla. O, məsəl üçün dilləri çox şey demirsiniz. Yəni, quşçuluq göstərənlərdən söhbət edir də, yəni. Elə zaman var ki, məsəl üçün, baxır videolar, qadınlara, çox şey gizlədirsiniz. Vallahi quşu olmayansın, istəyirsən hamısını dəyiydi, əlində material yoxdursa qardaşım, o quş elə 3 saat, 2 saat uçacaq. Bu rejimdə quş ayrılır da, məsəl üçün, yay quşları 30 dana, 40 dana. Bunun içində 2 saat uçanı da olur, 10 saat uçanı da olur. 2 saat uçan da o da yemək yiyir, o rejimlə uçur, 10 saat uçan da. Uçmayan onsuz da uçur. Ya bırak bizdə də çıxsa da, yəni o demək deyir ki, məndə 10 dana quş var, ama o 20 lazım, 15 tanesi bıraktı da, yani ki o 5 saat aşırsaydı onu koşup yarışta uçurdardı da, ya problemli uçuştu. Ha, işlemeye lazım, vallahi işlemeye lazım. Şu yaxşı kuşun altından uçmayan bala da çıxır. Yaxşı kuşun altından gözsüz bala da çıxır. Bunları çıxartmaq lazım ki, problemi mən harda elədim? Sen şirket içine ideal kuşatma, ideal falan sana. Yok. İdeal bir Yok, şey həyatda yok, yox. yok. Allah da bina edir. O yüzden o işlemez. Adam var ki 10 tane bala alır, 10 tane bala alır, bir tane sarmaz. Kalan şu saklıyor, şu saklıyor. 9 dənə də kəsir saxlayır. İran atası məndədir də, gedir getsinlər. Belə şeylər də şey. Ama şu aslında o közsüzde bala sen bir tane bala kalıp sonra 5 tane 6 tane bala getiriyor. Ayrılmak lazım. Ayrılmak lazım. İldən ilə, bax gözəl qardaş, ildən ilə kuşbaz, həm bərki, həm də təcrübəsi çoxalır. Bir sənədir, gərək bunu yaşayasan. Bunları keçəsən ki, özündən nəticə çıxardasan. Sağına verirler. Mesela bu kuşatma ben tecrübe ettim. Sen ki mesela sen onun çok faydası var. Təcrübə o eləmişəm ki, barmaq sayı qədər İraq yaxşılarından, yəni yaxşı quş verirlər. Gərək özün törədəsən. Özün sağı sola, solu sağa baxasan arasından ki, hansı sən istədiyini qane eləyirsə, onu saxlayasan. Belə. Öyle bir kuşlar bir şey yani mesela yani bölgede bir peşinde mesela. Var, var. Ha, bu il də uçurdacam inşallah. Yəni, bacısı, qardaşı, atası məndədir.
Bu il də uçar inşallah. Ya bu il niyyətimiz yuxarıdır. Bu il də uçurdarıq onları. 4-cü ilin, 5-ci ilində göstərər, ondan sonra saxlayar. O sual, namazını nasıl kuşlar seçtin namazını? Sen yani namazını neyse seçsen böyle. Damazlığımı seçirəm ki, ən azından 2-ci ili, 3-cü ili 5-in üstünü ya mən istədiyimi göstərsin. 5-dən yuxarısı nədirsə o baş ucalığıdır. İndi 5 qane eləyir də hələ ki mən. Bayağı kuşlar. Yaşlı seçeceğim. Valla maya da var orada məndə, erkək də var. İndi mayalar biraz artıqdır. Mayalar artıqdır. Namazında bayağı vacib yok erkek yani üstünlük verilir. Məncə onun fərqi yoxdur. Cinsi olsun da onun. Qanı tutsun. Mən üçün, ya məndə olan quşlardan gedirsə, məndə mayalar güclü deyil. Erkək də var güclü, amma haradasa bir sənədə padvaat eləyər o erkəksə. Amma mən belə birinci Allaha güvənirəm. Sonra yəni, yerdə olan quşlarımı uçurdanda, quşumu güvənib uçurduranda, yəni ki, yarışı qoşulan adam quşu var ki, hə, qardaşım, demək, məndə mayalar təşkil edir. Erkeğin də ağlı olmalıdır. Mənim fikrimdir ya bu. Mayadan erkek zəif tutmalıdır. Deyə bir fikir verməlisən. Az 2 saat, 3 saat erkeklə mayanı. Elman əmin də istəyirlər. Çocuklardan, balalarından nefrətə görürsün. Məndə var məsələn erkek həftədə 2 kərə 10 saat uçur. Həftədə 2 kərə, 2 günlərdə uçurduram. 2 gündən birini saymıram da. Yəni o elə belə özüm tuturam. 1-2 saat uçururam. Biraz qənət edirəm. 10 saat uçur. Məsələn, onu mən vurmuşam 10 saat uçan, 11 saat uçan, 8 saat uçan maya ilə balalar alınmır. Biri başalır gedir, biri qalır. Məsələn, erkek tay qalır, ya maya tay qalır. Korpus ola bilər axı yoxşasın. Amma ağıl görürsən ki, sektaxtı ya, məsələn, anlayan. O baxımından mən maya üstündə maya üstündə işləyirəm. Mən də ona görə dedim də maya üstünlük təşkil edir məndə. Yəni bəlkə də ya məndə yoxdur. Yəni o güclü erkəklərdən. O baxımdan inşallah ki Allah nəsib edər. Ağsaqqal daha düzünü bilər. Hələ gəlir ki, yaşı da, təcrübəsi də məndən çoxdur yəni ki. Ağsaqqal tamamlayar sözü. Mənim yanlışbazlığım budur da. Yəni məndə olan mayalar. Yəni daşıyıcı nədir, hansıdır? Mən üstünlüyü erkəkdə bilirəm. Deməli erkək üstündə də gedirəm. Maya 3 ildən bir ağıllı maya qatıram bura. Yaxşı ağıllı, yəni itməyən mayanın balalarını qatıram bura. Erkəklərin qanına qatıram. Ancaq erkəklərdən çıxmır. Bir başda bir 20 il var, 2 erkəyin qanında gedirəm. Erkək qatmamışam. Maya qatmışam. Tutulma da qatılıb. Məsələn, bildiyim adamdan gətirir, bildiyim adamdan, ay beləncə yox. Tutulma da hər tutulmadan yoxdur, bala tutulmadan. Yəni bala tutulub, uçurulub sezon boyu özünü yaxşı göstərir, maya çıxıb, qatılıb balasını yoxlamış. Gedib düzgün ələ gedib ələ. Oyuna işləmişik. Mən üçün erkək rol, böyük rol oynayır. Allah. Hə Orxan, biraz danış görək bu quşlardan. Bu bədrəng liniyası necə əldə eləmişsən, nə vaxtdan səndədir? Bunlardan yəni Tutmuşam, Röşən. Mən tutub Qaragöy erkəyi də tutmuşam. Kafey nümayanı da tutmuşam. Yox, səhədiyim, bədrəng. Bir də şokolad erkəyi var, o şeydən nədir, Zabirdən erkəyi var idi, onun balasıdır. Yəni bədrənglər belədir, tutulmaları vurmuşam bir-birinə. Yəni bədrənglər elənçinədir. Qırmızı mayanı akortda damda saxlayanda Topamın işdə iş yoldaşları var. Sabunçu, balaxanı uşaqları var. Suraxanı uşaqlar. Dedim, dama buraxmağa quş eləsin. O balanı bax tutub veriblər mənə. Balaydı, ciy balaydı. Qırmızıların anam nənəsi. O mayanı. başda olanı. Hə, deyə olur. Belə də ki, ağ hərənin bir zövqü var da. Mənim məsəl üçün göydən çıxıb gəlir o bədrəng.
o ağdan çox xoşum gəlir. Hər bir zövqü var da, məsələn, biri belə xoşlayır, biri boynu-güllü xoşlayır. Demirəm, yoxdur ağlardan. Ağlardan da var, nəticə göstərən var, boynu-güllü maya var. Orada boynu-güllü erkək var, bax, onun yadımdan çıxdı. Xıdırlı Tural var. Qismət olsa bu il onu yarışa hazırlayacaq. Yəni görmüşəm onu, sağ olsun verib, oynaqla uçur. Oynaqla da gəlib. Demirəm ağla, amma mən məsəl üçün göydən bədrəngin, indi bədrəng deməyək də, bütün quşlarına, indi bəd sözü biraz şeydir, yəni bütün quşlar göydən çıxıb gələndə mənə daha xoş gəlir. Həm də ki, nə bilim, indi mənim yaşım bir o qədər yaşlılarla təcrübəm o deyil. Bədrəngi vurursan bədrəngə, məsəl üçün özləri kimi bala verir. Özləri kimi gözlü olur, uçur. Amma məsəl üçün boynu-güllünü vurursan, ağa baxırsan altından nə qarabaş çıxır, nə çıxır. Onun nə boynu-güllüsü mənə lazımdır, nə o ağı lazımdır. Amma bədrəng elədir ki, tündür. Vurursan tündə, bu yaxşı, o da qarışıqdırsa bir 3 dənədən, 5 dənədən bir dənə versin də qarabaşdırsa. Vermir, ancaq qara verir, çil verir, kafein. Ağlarda qarışıq. Hədə ağlarda biraz, nə bilim. Məsələn ki, yəni quşlar qatılıb da, bəzi quşlar var ki, onlar qatılıb. İndi mənim yaşım, yəni ağsaqqalların yanında təcrübəm də o deyil, yaşım da o deyil. Mən onu şey eləyənmərəm. Amma baxırsan ki, reallıq o da. Ona görə mən, elə mənə xoşdur da bədrənglər. O suallar məzun. Həm də uçurlar da qardaş, mənə onun uçmağı lazımdır. İndi Allah şahididir, mən indi saat demirəm. Buyur, Rövşən. Rövşən. Yəni o suallar başqa bir cavab verərdim. Bədrəngin uçmağı görsən, hamı bədrəngi tamaşa edir. Çünki ağın baxan üstü. O nəticəni ala bilmirlər deyil, hə? O nəticəni ala bilmirlər deyil, hə? Hamı görsən bədrəngi üstü. Zövq baxımından elə bir şeydir ki, qulaq asın, zövq baxımından Yoxdur demə də, yoxdur demə. ağın baxan üstü olsa səndə. Var, niyə yoxdur? Kimlərdəsə var. Artıqsa qara quyruğun, boz quyruğun, əlbəttə ki, qara göz saxlamazsan. Kimlərdəsə var, kimlərdəsə var. Niyə ağlar var? Mən kimlərdəsə deyim biləm, buradan danışırıq. Yalnız bizim məndə hə, danışırıq. məndə hə. Sənin əgər ağların, boynu-güllün, çəpin, qara göyü sındırsa, qırmızı sındırsa, əlbəttə ki, üstünlüyü verərsən onlara. Onlardan yaxşı bala çıxsa, üstünlüyü verərsən onlara. Çünki olmadığı üçün, əlimizdə olan material bu, qara göy, bədrəng olduğu üçün üstünlüyü Orxan verib ona. Çünki onlar atqaz eləmirlər, barbarit eləmirlər. Orxanın zövq aldığı odur da, belə. Necə fikirləşirsiniz? Bu yarışlarda daha üst nəticələr toplamaq üçün hansı quşlarla işləmək lazımdır ki, məsələn, deyək ki, 70 saat heç olmasa sezonda bir 3 nəfər, 5 nəfər arası 70-75 saatı aşırda bilək. Həm nəticə olaraq, həm gözəl uçuş quşları ilə, həm quş səpkisi ilə mi deyək, quşun yerinə getməyi, vaxtında gəlməyə, gələndə, məsələn, deyək ki, marşrut eləməməyi. Zövqlü uçuşda, yəni bunları bu saatlara çatmaq üçün hansıları, nələri düzgün eləməliyim, yəni nələri davamlı düzgün aparmalıyıq ki, bu yarışın nəticələrində də yansısın. Necə fikirləşsin orada? 70-in üzərinə çıxmaq üçün nə etmək lazım? Mənim fikrimcə necə hazırlaşmaq lazım? Özün törətməlisən. Mənim fikrimcə yəni belədir. Mən səndən bir quş götürərəm, sağ ol. Xətrimi istəyirsən, verərsən bir dənə yaxşı quş. Rövşən bir dənə xətrimi istəyir, 2 dənə bala verər, imtahan məsələn 5 dənə bala verər. Amma yəni hərəsi ayrı-ayrı düzəltdiyin quşlarla deyirsən ki, nəticə əldə eləmək olar. Yəni özün quşu uçurdub onun xəsiyyətini bilməsən, yəni o nəticəni əldə eləməsən. Bu il deyək ki, mənim yarışım var, sağ ol, dost tanış. Hərəsi 5 dənə, 10 dənə bala gətirdi verir. Amma onun hərəsinin öz xəsiyyəti var axı. Onu bir-biri ilə tutuşturmaq üçün o 2 ay, 3 ay bəs eləmir. Sən onu oxuya bilmirsən. Amma sən bir var ki, 2 cinsli, 3 cinsli, məsələn 4 cinsli bunları özün bala alırsan, bilirsən ki, bunları körpə vaxtı cəhd salmalısan, bunlar getmirlər, bunlar hansı bir-biri ilə tutur. Yəni özün törətməsən, biraz çətindir də o sən deyən şeyi əldə eləmək. Olar sən verərsən mənə 30 dənə 10 saatlıq quş verərsən, mən onu uçurda bilmərəm. Yəni belə gəlir ki, özün törətməlisən. Xəssiyyətini bilməlisən, quşun dilini bilməlisən. Yəni bu hansı havadasınsa məzlun çağıracam, bu havadasından bunlar uçacaq da. Amma məzlundan almışam, Orxandan almışam. Mən bu xəssiyyəti bilmirəm ki, həmin boyda tutmadılar. Səhər də məzlun Orxan getdim Rövşənin qapısının üstə uçmadı. Onu heç yerə sübut eləmək olmur ki.
Rövşən nə etməlidir? Özü bildiyi liniyyə ilə işləməlidir. Səhərə çağıranda deməli dur. Qardaş, elə şey də yoxdur ki, mən elə şey var indi deyirlər ki, sən uçurda bilmədin. Mən məsəl üçün burada Ha, o 5 seyrbazlar- saat, 7 saat görürəmsə, sən verəni məsəl üçün mən o 3 saatın, 4 saatın görmürəmsə, deməli bu quşda bir problem var da. O nə demək, Əgər nə? bu adam məsəl üçün fərqi yoxdur, biri uçurdursa quş, bunun biri 10 dənə, 15 dənə quşu 7 saatı, 8 saatı, nə bilim 6 saatı da məsəl üçün deyə keçirsə. Mən ona bala vermişəm. Uçurda bilmir. Deməli mən verdiyimizi bildi də. Nətər olur 10 dənə 15 dənəni uçurdur. Mən verən uçurda bilmir. Nə bilmir. deməkdir? Bu bir dənə quşdan bala alır. Tutaq ki 6 dənə baladan ikisi moş uçur. Hə. İkisi də qarğadır, nə bilir ki qarğadır. Gör dilini bilmir də quşun sirri verir, səhər alıb uçur. Sən də qaldırırsan qardaş. Qardaş o quşxana, quşbazda deyil axı problem. Deyirlər ki, yox sən uçurda bilmirsən. Onu verən adamdır problem. Hə, bəs mən də onu mən ver, mən özümdən danışıram. Mən heç kimlə danışmıram. Bəzi Mən özümdən danışıram. Mən məsəl üçün bu dəqiqə heç kimə quş vermirəm. Allah. Mən bu dəqiqə heç kimə quş vermirəm. Çünki mən istəmirəm o söz sabah mənə deyilsin. Deyə canım ciyərimdə rövşəndir. Bir dənə quşum yoxdur hələ. Burada oldu. Demirəm, məndə ay belədir, elədir. İnşallah niyyətim odur ki, verdiyim başımı uca eləsin də, yəni aşağı eləməsin. Bir dənə sual verim də. Bu törətdiyin quşlardan hazırda məsələn qarnı tutmuş neçə cüt quşun var ki, məsələn 2 ildir, 3 ildir onların ortalama səndə bir 18-20 dənə balası olub, 15 dənəsi 5 saat üstü tutdular. Yəni 2 dənə, 3 Bir dənə zütüm var idi, bir zütüm. Bu həyətə gələndə, hələ bura quşları gətirəndə akortda orada tutulmalar düşmüşdülər. Bir dənə balası burada uçdu. Onları şey eləyir. Onun da mayasının qənədinə. Saxladığından. Bəs onu deyirəm də, ona gəlirəm də hələ. Bir züt idi mən bildiyim, ona meyil saldım. Birinci yarışda mənə sual verdim. Birinci saat nədir? Yadıma gəlir təqdimatda. Dedim 5 saat. Çünki bilirdim onlar hiç 5 saatdan aşağı uçmurlar. Prosta çatdıra bilmədim o təcrübəm, nə bilim, qulluğum. Onları artıra bilmədim. bu gün hazırda nəyimiz var, nəyimiz yox. Deyərdim sənə ki, 2 cüt quş. O da tam ideal, yəni istədiyim hələ ki deyil. 2 cüt düşdü. Hə. Bir Belə düzgün Türkiyənin- qardaşlarına məsləhətləşsək, inşallah 63 görürəm. Allahın seyinə. Yəni qardaşlarına məsləhətləşirəm. Kiməsə qulaq as, mənə desin, sonra səndən soruşsun, sonra ondan soruşsun. Heç nə görəmirəm. Keçən onu mənə 50% sübut elədim amma qalıb 50%-də biliyorsun. İnşallah. Bunu Mənə danışdırsan Rövşən yenə. Yəni danış. Təkəbbürlü kimi çıxmasın. Yəni hamıya uğurlar arzu edirəm. O sində də özüm qarşı. Yəni nə deyim, Rövşən gəlib o mənə. Yəni ad çəkməyə ehtiyac yoxdur. Yox, Yəni, ad da hamıya qulaq çəkmirəm. asmaq lazımdır. Mən yarışdayamsa mən istəmirəm. Təkəbbürlü kimi də deyirəm çıxmasın. İstəyərsən mən 60-ı görsəm uçurtmayacam. Yarışda mütləq rəqabətdir, rəqabət. İstəyərsən Sən sən mən- ulaşan da birincidə qardaşım. Mən öz Yəni 60-ı görsəm quş uçurtmayacam. Yəni niyyətim ondan 60-ın artıqdır. üstünə hesablamışıq. Ola bilər 60. Təbii ki, onu göydə saxlayan Allahdır. Yəni biz də bacardığımız qədər qulluğunda. İnsan da sağ olsun qardaşım. Yəni tək ki, hamı ondan artıq. Allah razı olsun. Hamıya onu arzu edirəm ki, ondan artıq olsun. Qardaşlar, əziyyətimiz çəkir, sağ olsun, çayımız nasıl, salamlayırıq sənə də. Allah canı sağ eləsin. Bu cürə şəraitdə binaların arasında göyərçin sevgisi bizi buraya çağırıbdır, gətiribdir. Yəni bu belə şəraitlərdə quş göstərmək özü də bir hünərdir. İnşallah sizə uğurlar arzu edirəm. İnşallah düşünürəm ki, bu iki nəticələrimiz keçən ildən də yaxşı olar. İnşallah. Bir ildən üstünə qoyarsınız. Harda elədiyiniz səhvlər var, onları görərsiniz, özünüzü anlatmarsınız. Ən önəmlisi quş, yəni düzəltmək üçün birinci növbədə quş çıxartmaq lazımdır, quş bıraq eləmək lazımdır. Bunları elədikcə, quşu düzəltdikcə, quşu uçurduq düzəltdikcə və quşu meydanda düzəltdikcə bu səni daha da təkmilləşdirəcək, daha da professionallaşdıracaqdır. Mən hər ikizə uğurlar arzu edirəm. Amin. Biz də sağ olun. Dəvəti üçün çox sağ olun. Bu illər sizə Bakı Göyərçin klubunda uğurlar arzu edirəm. Orxan, Rövşən. Allah qoysa gözəl nəticələriniz olar. Bütün klub üzvlərini buradan salamlayıram. Kanala abunə olmağı unutmayın. Əl Xəzərin kanalına, YouTube kanalına inşallah bu illəri Bakı Göyərçin klubunun yarışları təqdim olunacaqdır. Bu il inşallah 4-cü ilimizdir bu kollektivlə bir arada.
yenə deyirəm, bundan əvvəlki illərdə də hər il rekordlara imza atmışıq, həm toplam saatlarda, həm fərdi saatlarda. Bundan qabaqki illərdəki nəticələrlə bugünkü nəticələrimiz arasında böyük bir uğurlar var. İnşallah növbəti ilimiz, yəni bu sezonumuz uğurlu keçər, bizə də sevindirərik, quşbazlar da baxarlar, zövq alarlar. Yenə deyirəm, təşəkkürlər hər şey üçün. İnşallah sizə uğurlar arzu edirəm. Rövşən, əlavən varsa buyura bilərsən. Tək ki, sənin yarışın yox, səninlə belə bütün yarış iştirakçılarına, hansı klub olur olsun, hamıya yaxşı nəticələr, uğurlar arzu edirəm. Hamı saxladığı heyvandan yaxşı nəticələr görsün. Baxsın quşbazlığa, fəxr eləsin də, quşbazlığımla çıxar. Mən bunu bacardım, bunu əldə elədim, bunu sübut elədim quşbazlara. Allah hamıya nəsib eləsin inşallah. Öpürəm hamını bağrıma basın. Çox sağ ol. Buyur Orxan. Mən də iştirakçı olaraq bütün iştirakçıların ardından əziyyəti çəkən sizlərin hamınıza təşəkkür edirəm. Hələ bütün iştirakçıların ardından da öz adımdan da biz təkirik, amma siz bütün bu qədər adamın əziyyətini çəkirsiniz. Hamınıza təşəkkür edirəm. Allah əziyyətinizi yerdə qoymasın. İnşallah da ki, nəticələrimiz də elə olsun ki, elə biz də baxaq fəxr eləyək, siz də baxaq fəxr eləyək. Yəni biz siz eyni adamların fərqi yox. Bir dənə də şey deyim, yəni mənə dost qardaşlardan çox dəstək olur, təcrübəm az olduğuna görə, həm şəraitin belə olduğuna görə. Yəni istəyir dənindən, istəyir uçuşundan, istəyir dava dərmanından. Hamıya, yəni mənə dəstək olan bütün dost, tanış, qardaş, hamıya təşəkkür edirəm. Mənim həqiqətən də əziyyətimi çox çəkirlər. Dənində də, dərmanımda da, nə bilim, uçuşunda da. İndi bunlara səbəb yaxşı dostların, qardaşların bir arada olmağıdır, bölüşməkdir, paylaşmağıdır və ən əsası səndə olan həvəsdir. Bunu görəndən sonra mən elə başa düşürəm ki, xətirli istəyən insanlar əlbəttə ki, birimizə dəstək olmalıyıq. Biz də gücümüz çatan. Allah canı sağ eləsin. Quşxanalarla bir tanış olaq. Köhnə Bakı quşxanalardır. O vaxtı Bakıda quşları belə butqalarda saxlayırdılar. Bu ənənə hələ də davam edir. Belə deyək. Bunlar erkəklərdilər. Yəni biraz sıxlıq tutar, məcburam da. İnşallah. Quşxana üçün quş çoxdur. Azaldarsan dərs, seyrəldirsən Allah qoysa. Görək nə olur inşallah. Ya burada da çocuk kəsdiyim heyvanlar var, kırmızılar var, çillər var. Bunlar xalçlı quşların yerlərdənsə su çurtulur. İndi təmizlik eləyəndən sonra sezon qabağı yerlərim biraz şey gedir. Bura daha elə bir gem oldu. Bura genişdir, hə. Prosta gündəlik buraxmaq üçün bunları buraxıram. Hə, gündəlik payına Onlar buraxdım. istirahət yerləri var. İndi baxarıq. Yəni mənim şəraitim həyətdir də, ona görə məcburam belə. Xeyirli olsun, pis deyil, gözəldir. İnşallah nəticələrin qəşəng olar. Sevindirərsən bizi. Dəyərli dostlar, çox sağ olun hər şey üçün. Bizi izləməyə davam edin. Hələlik. Özünüzdən müğayət olun. Seçmə deyəcəm. Burada dostumuz, qardaşımız Dərman olsun. Əli Hüseyin. Əli Hüseyin Bay günləri. Qardaşlar burada da kadrın çox düşmədi, hə? Burada qardaşlarımız əziyyət çəkirlər, sağ olsunlar. Allah köməyi də olsun. Sənə də çox sağ ol. Var olasın, Allah razı olsun. Bilin ki, mən bədrən xəstəsiyəm. İnşallah. Qəşəng bala gətiribdi. Hə, maşallah olsun. Bədrən xəstəsi olduğuna görə də kritika. Hələ öpürəm, çox sağ ol. Oyun olsun biz də gəldik.